Xızı rayonu Əmbizlər kəndində 1944-cü ildə 16 mayda anadan olmuşam. Əmbiz dağları 2 dənə dağdır, Şiş dağıdır. Onun adı ilə adlanır o kəndin adı. İlk o kətlərin içində bizim kətdə olub işıq. Xızı rayonunun ən böyük sahəsi olan Altı ağacı deyir, onun torpaq sahəsi. İkinci yeri Əmbizlərin işidir ki, arvaçağı çıxardıblar kətdən. Erməniləri Əmbizlərə qoymurlar, bıraxmırlar. Oğul öz övladını atasının yanında götürmürdü, adını çəkmirdi, dağ yoldaşının adını, həyat yoldaşının adını çəkmirdi, pasportunun qeydiyyatının Əmbizlərdir. O sözü işitdi mənə, Həbib kişi. Demək, öləndə belə kəndimizin adını öyləydi. Mən Qabil Əlbəlaoğlu Babayev, Xızı rayonu Əmbizlər kəndində 1944-cü ildə 16 mayda anadan olmuşam. İlk öncə orada Xızılları salamlayıram və mənim doğma kəşçilərimi, Əmbizlərləri salamlayıram. Sonra o illərdə məktəbimiz vardı, 58-ci iləcən orada 7-ci sinif qutarmışam. Sonra 59-cu ildə kolxozları birləşdirəndən sonra birləşdirilər Şurovat kəndinə, köçdük Şurovada. Əmizlər Gövxanı mahalı, yəni Ağdərədir, Əmizlərdir, Qasım kənddir, Cimçilərdir, Gələnavadır, Şəkirəkdir, Türkçə. Bunlar Gövxanı mahalıdır. 2 dənə qoşa dağ var orada təpə, Əmbiz. Onun adı ilə adlanır. Əmbizlər ki, Əmbiz dağ var orada. Şimdi deyirlər ki, rəvayətə görə biri arpa olub, biri buğda olub. Belə bir şey söylürdülər. Onun adı ilə adlanır o kəndin adı. Əmbizdə qonşu olub Qasım kəndindən, Əngalanla. Sonra qışlaqlar, yaylaqlarımız olub, Qarabulaqla, Dizəvərlə, yəni bu kəndlərlə yaxındır, qonşudular. Belə deyirlər, 150 ilin təsərrüfatı olub. Böyük kəndi, sahəsi böyükdür. Xızı rayonunun ən böyük sahəsi olan Altı ağacı deyir, onun torpaq sahəsi. İkinci yeri Əmbizlərin işidir ki, səsin böyük torba sahəsi olub. $59-dan sonra cəmaət ki, köçüb gelmişdik, əhali azlığı ilə əlaqədar birləşdirilər kolxozları, 3 kolxozu elədilər, 1 kolxoz. Sonra Xızı dağıldı, verdilər Sumqayıta. Sumqayıt da bunları birləşdirdi, elədi Şurovada 1 kolxoz. Yəni 3 kənd, Qasım kənd, Əmbizlər, bizdəki Şurovat. Yəni ora daxildir, o Giranavadır, Gimçilərdir, nə bilim, Şəkirəkdir, o bizim Gövxanı kəşçilərdir. Onlar hamısı Əmbizlərin daxilindeydi. Birləşdilər sonra Şurovadla biz 59-da. Mən özüm orada 64-cü ildə həkim məntəqəsi vardı. Mən orada həkim məntəqəmi birləşdirdim. Özüm tibbisiyəm. Yəni azdan çoxdan axırı yaxşılar eləmişəm də, xeyr vermişəm. Atam Əlibala Babayev müharibəyə gedəndən sonra orada yaralanır, arxa cəbhəyə gəlir. Orada kolxoz, əvvəl buxaltır işləyir, sonra qoyular onun kolxozun sədri. Orada bizdə dəyirman vardı. İngiltərə modeli. Orada mazotla işləyirdi. Atam sonra orada getdi, dinamo alıb getirmişdi. Remeni qoşuydu olmazsa da. Onunla kəndə işıq çəkdi. Gecə saat 12-yə
kəndə işıq verirdi. İlk o kətlərin içində bizim kətdə olub işıq. Telefon da olub o, belə, telefonumuz da olub. Sonra o vaxtı erməni-müsəlman davasına gəliblər ora, hələ malakanlarla bir yerdə. Orada ağsaqqallar olub, sahib seçilən cahillər olub. Oradan arvad-uşağı çıxardıblar kətdən, erməniləri əmizlərə qoymurlar, buraxmırlar. Həbbəmi kişi olub, yəni evzat tikib, sonra orada termizə geri olub, sonra belə də sonralarda ben gördüğüm vaxtı malakanlar gəldi, kuzini işləyənlər falan belə. Vardı sənətkarlarımız çox idi, tərəkəməlçilik idi, sonra rəncbəri ilə məşğul oldular, lərgə əkidilər, buğda, arpa əkidilər, kartof əkidilər, tərəvəz əkidilər müəyyən, məsələn, xiyardan, zətdən belə şeylər əkidilər. Həm də heyvanatla məşğul oldular. Qoyunca saxlayırlar. Buğda da əkilib, sonra arpa da əkilib. Baxır da hansı sahədə buğda yetişir, hansı sahədəsə arpa yetişir. Bu Dizəvər tərəfdə orada Qut deyilən bir bulağımız var. Onun Zənəb hissəsində yerləşir, dağdır. Onda kartof əkirdilər. Çünki orada yetişirdilər, əkirdilər. Sonra bunları görmüşəm. Yox, o vaxtı maşın yox idi. Var deyə, biraz sonra mənim yaşımda vardı. Yəni o maşın var, əvvəl Palutruk olub əmizlərdə. Sonra oldu maşınlar Qaz 51-lə. Sonra orada Qarabağla gedirdik, yaxın deyənə trasa, yaxud da Altağaza gedirdik. Çünki Bakı Altağaz avtobusu vardı. O bir qapılı vardı, pardon. Gidib camaat düşürdü, atla gedirdi Qarabağ'a, Qarabağ'dan Təzəkəndə. O kişi vardı orada, Bəxtiyar kişi, rəhmət, yeni şəkildə, qəbrizdə həyətindədir. Bağlıyla olağın zaten orada, minid avtobusu gedib, bazarlarını eləyib, qayıdıb gəldilər. Olağla da əlbəttə ki, də vaxtı belə olub. Qohumluq əlaqəmiz olub çaylılarla, bir keşkül. Orada qohumlarımız olub, qız vermişik, qız almışıq, gedib oralarda qalmışıq və yaxud da ki, başqa kətlər məsələsinin, Coratdı, Saraydı, yaxın kətlərdə, Xırdalandı. Bu kətlərin əlaqələrimiz olub, Binəqədidir. Bu kətlərinə yaxın əlaqəmiz olub. Yəni, orada köçənlər var, qız alıb, qız verənlər var. Kəndimiz Palaz, xalça toxuydu, arvadlar. Ancaq o işlə məşğullar. Bunu satmağı yox, öz evləri üçün də bəlbəzik. Nə tələbəti var, onu ödəyirlər, özləridir. O Xələnd kəndi var Xızda. Xələnd kəndinin qadınlar orada Gövxanlıdan gələnlərdir. O Qasım kənd, Əmizlər, o kətlərdən oraya qız verirlər. Əksəriyyəti çoxu hələ Gövxanlı qadınları olub onların yoldaşları kəndin. Sonra Qasım kəndinə yaxın olublar. Sonra orada kətlər olub, hazırlar olub, keşkürək. Əmizlərin 5-600 metr aşağıda kənd tikiblər, üzərici hazırlı deyirlər ona. Sonra Çərmə məzardan gəlib orada yaşayanlar olub. Yəni o kəndi Keşkürəkdən, Çərmə məzardan, sonra Türkçaydan, yəni yığılma cəmaat gəlib orada birləşiblər və kolxozda iştirak ediblər. Bu sorular.
Çadır qururdular, palazlar vururdular, xalça palaz içəridən, hər evdən yığılırdı, kəndin evlərindən. Düz qoş eləyirlər, toyxana düzəldirdilər. Üstünə çadır atırdılar. Ancaq içi xalça ilə, xalı ilə bəzəyirdilər. Toyda aşıqlarımız olurdu. Orada ancaq kişilər yığılardı. Daha qadınlar da olmurdu. Toy dəvəti olan bizi, toy axşamı gələrdilər. Məsləhət eləyərdilər, sabah nə eləməlisən, nə eləməlisən, o nə eləməlisən. Yəni o sərpayları düz qoş eləyirlər ki, yəni toyda belə qulluq eləmək lazımdır. Cəmaatı yola vermək. Kəndimizdə bir aşıq olub, aşıq qolu olub. İndi biz bu axırlarda görmüşük, misal üçün, orada sərpayımız olub, Hacı Museyev. Yaxşı kişidir, yəni həm komik hərəkətlər eləyir, həm sərpayıdır. Adətən necə indi toylar, o vaxt biraz abırlıydı daha doğrusu, indi də o formdur. Belə toylarımız keçib. Söz ağsaqqallar otururdular, aşı oxuyanda şabaş verirlər ona. Hansı ağsaqqallar ki var, əsas o Qurban Baxış idi, İbrahim əmidi, Şəkər əmidi. Sonra böyüklər də, yəni o yaşlılardan Hilal əmidi, sonra onları görmüşəm. Yox, bizdə hər cürə xörək pişirirlər, sözsüz bozbaş idi. Əslində o kebab idi, o hər yerdə olan kimi. Dolma idi, düşbəri idi. Sonra qutab idi, göy qutabı. Dəvə qutabı pişirirlər, kəsirdilər o vaxtı. Sonra cəmaata əmək haqqı verirlər, dəvə kəsirdi kolxoz. Cəmaat pişirdi qutab və beləcə. Çox vaxt qaymaq qoyurdular, o taxtadan təslər vardı. Sağarlar qoyunu, tükərlər, qaynadarlar, su tükərlər, səhər-səhər qaymaq səsini yerdilər. Qatıl çalarlar, motal pendirləri, sonra baş pendir bu təmisindən, bu xüsusiyyətlər var. Rəhmətə gedənin cəmaat yığışır, el adəti ilə şəriət qayda qanunlarına ələ tuturlar. Sonra mollalar olub da, hər halda axundlar olub. Aparıb dəfn ediblər, gəliblər. İndiki kimi üçünü, 40-ını və belə cümə axşamlar veriblər bu forum. Yəni cəmaat birgə bu işi həyata keçirir. Yox, bir dənə seyid vardı, sonra bir keçirəmiz vardı. Onların da zərəsi çıxmışdı ki, bizim seyidik. Yəni bu Haydərgili, Allah rəhmət eləsin. Onlar deyirdilər ki, bizim nəsilimiz, səcərəmiz var, yəni seyidik. Əlbəttə, orada çox adam qoyulmayıb, onu çoxunu bilmirəm. Onu bilirəm ki, əmlərim ikisi gedib gəlməyib. Sonra o bir əmim uşaqları, məsələn, Əsədlidə, Həbibin, Xanbala əmmin oğlunun qardeşi gedib gəlməyib. Sonra çox adam olub gedib gəlməyib. Sonra Seyd Məmə vardı, onun oğlu Nur Baba getdi, gəlmədi. Yaxşı kişi, ağsaqqalı kişilər orada belə dəbləri vardı ki, oğul öz övladını atasının yanında götürmürdü, adını çəkmirdi, dacı yoldaşının adını, həyat yoldaşının adını çəkmirdi, etkəni qoruyur da, güya belə. Bu xüsusi dəbləri vardı, hər ailədə ki, yəni, abır-həyalarını qorurdular. Ağsaqqallar gələndə ayağa dururdu. Şəxsən mən də atamın yanında götürməmişəm. Uşaqlarımı, yəni yoldaşımı dindirməmişəm. Bu xüsusiyyətdə, yəni bir etki kimi necə axır bir. Yaylaqdan ki, o şirin sudur, bulaq suyu, onu Haccamulla çəkib getmişdik, meçlin yanına qoymuşdik orada, istifadə edirdi cəmaat. Sonra Əlşirin rəhməti digərdən çəkdi bu yandan
indi hal-hazırda istifadə olunur. Cəmaət indi qabaq yaşayırdı, qazı da vardı, işığı. İndi hal-hazırda işığı var, qaz yoxdur. İndi kəsiblər, nüvə torbaları bilməm. İndi qaz yoxdur, ancaq liniyası var. Yoldur da, kənd yoludur da, indi herhalde qışda getmək belə çətindir, palçıq olur. Belə, quyularımız vardı, 5-6 tane quyumuz vardı orada. Yaylalarda bulaqlarımız vardı. Qarabulaq tərəfdən Keşəldardı, Keşəldarda Dırsanqı deyilən bir bulağı vardı orada. Su gürüdü, sonra Qut vardı, su altında vardı bulaq, Dizəvərin sərhədində. Sonra bu yanda Zərdəkəmər deyilən yer var. Hal-hazırda Voyenli'de kaldı orada da bu. Orada bulaqlar vardı, qurğuruna düşmə deyirlər ona. Sonra Bizləkilə orada bulağımız var. Yaxşı gül axan dacı oradan Hacı Camurlar rəhmətlik əmizlərə su çəkdi o bulaqdan. Bu axırlarda olan şeydir. Sonra məscidimiz var. Haradasa bir 200 əsrdən bəlkə də çox qabaq tikilən məsciddir. Belə. Yuxarı Fontan, aşağı Fontan deyilən bulaqlarımız var. Onunla Ağdara Cəsbərdir. Yaylaqdan danışırım o. O Zərdəkəmər, bu yandadır. Oradan da sərhəddir. Sonra düz Qarabulağın içinəcən Paşişdördə bu dərə gedirək Qarabulaqsına. Oradan sağacan Dərləkli deyirlər, onu nə deyirlər, oraya əmizlərindir. Qasım kəndin harca bir 100 metrə qəbristanlıqdan yüzü əmizlərə səri oraya Həccəqalı deyilən yer var. O, indi dedim, Çərmə məzardan gələn adamlar orada, onların yaylağa içində ev tikmişlər, o söz yox. Oraya əmizlərindir. Ahalisi de xeyrək vardı, haradasa dəqiq deyəm, mən onu bilən təsərrüfatı olardı 150 belə. Yəni işçi burası. Haradasa 70-80 nəfər, bəlkə də 100 nəfər şagird vardı. 7-ci sinif ibtidai məktəbidir. 7-dən sonra məsələn mən getdim Bakıya. Osmanlı məktəbdə oxudum. Sonra oradan da şəriət nələ qədər gəldim Sumqayıtda, 12 nömrə məktəbdə oxudum, qutardım belə. Kimin də imkanı var gedirdim, qoyun da otarırdıq, quzu da otarırdıq, kənd yerində. Kitabımızı da aparardıq, özümüzlə oxuyurduk. Yol nə rahat, yaxşı deyil, 50 kilometr. Çünki Quruntava yoldur da, indi ona görə də çətinlik çəkirik. Gediş gəlməyə, məsələn, çayları sel gəlib aparıb, onun məsələn, çətinlik çəkirik, onun körübçü yox, bir şey yox. Həbibəmi demək, öyrənəcək kətdən çıxmadı. 100 yaş yaşadı, arvadıyla bir arvad, bir kişi yaşayırdı. Tək kətdir, camaat gezəndən sonra. Dedi ki, kəndini satmaz. Böyle. Ceylan xala sonra, o da qovumuzdur. O sonradan geldi. O əvvəl 2 ər-arvad qaldılar. Sonra Ceylan xala geldi. Yani. Cəmal indi yavaş-yavaş qayıdırdı. Hələ mənim hal-hazırda qeydiyyatım əmizdədir. Pasportum, qeydiyyatım əmizdədir. O sözü işitdi mənə, Həbib kişi. Demək, ölən də qoyla kəndimizin adını öyleydi. Muraz, çox sağ olun. Sizin bu verişi, bu izləyirik. Allah qorusun, Allah kömək olsun sizə.